Və nəticə etibarilə yarım saat məşq edib çıxıb gedirdim. Bu formada hər gün bir əzələ qrupu eləmək doğrudurmu? Bu sualın cavabını mən belə verəcəm. Sizə tək bu sual verən əvvəla siz deyilsiniz. Bu idman sahəsində mübahisəsi gedən və hələ də davam edən əsas suallardan biri nədir? Full body yoxsa split, belə deyək. Yəni bir gündə gedib 3-4 hərəkət əzələ qrupu və yaxud bütün bədəni çalışmaq, yoxsa siz deyən kimi split 1 və yaxud ikisini çalışmaq. Bəzi qrup trenerlər deyir ki, yeni başlayırsan full body sonra splitə keçərsən, bəziləri tam dərsi deyir, fərqi yoxdur. Amma bunu mən yox, başqa da son araşdırmalar artıq göstərir ki, məşq həcmi dəyişmədiyi müddətdə hansı proqramdan məşq elədiyimizin heç bir önəmi yoxdur. Fayda olaraq eynidir. Məşq həcmi dediyimiz nədir? Həftəlik olaraq əzəliyə verdiyiniz yanaşma sayı. Tutaq ki, deyirəm, siz bir əzələ qrupuna 10 set, yəni yanaşma, zal deyiləncə patxot deyirlər də, belə deyirsiniz, nəzərdə tutun, bench press, jimloja dediyimiz hərəkət nəzərdə tutunuz, 10 set tutaq ki, düzdür? Yəni siz bunu gedib həftənin tutaq ki, birinci gün beynəlxalq sinər günü gedib çalışırsınız 10 set çalışmağına, siz onu həftədə 3 dəfəyə bölüb 3 set çalışmaq arasında heç bir fərq yoxdur.